Futbol haqqında nə qədər biliyə sahibsən, gəlin test edək. Qızıl topu qazanan tarixdə yeganə qapıçı kimdir? Lev Yashin. Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimdir? Cristiano Ronaldo. Copa Amerikanı ən çox hansı yığma komanda qazanıb? Argentina. Premier Liqa tarixində oyuna ən çox çıxan məşqçi kimdir? Arsene Wenger. 2018 Dünya Çempionatının ən yaxşı bombardiri kimdir? Harry Kane. Premier Liqa dövründə İngiltərə çempionluğunu ilk qazanan komanda hansıdır? Manchester United. Dünya çempionatını ən çox qazanan yığma komanda hansıdır? Braziliya. Braziliya yığma komandasının tarixində ən çox qol vuran oyunçu kimdir? Neymar. İngiltərə kubokunu ən çox hansı komanda qazanıb? Arsenal. 2010-cu ildə qızıl topu kim qazandı? Bunun cavabını da şərhlərdə yaz.